Değerli Əqrəb Burcları, hər birinizi salamlayıram. Sizlər üçün iyun ayının proqnozunu söyləyəcəm. İyunda Saturn və Neptun birləşir və bunlar sonuncu dəfə 84 il bundan öncə birləşiblər. Bu iki böyük planet, iki rəng planetdir, amma bunlar iki möhtəşəm böyük planetlərdir, güclü planetlərdir və dediyim kimi 84 il bundan öncə sonuncu dəfə birləşiblər və bir də bu ilə 2025-ci ilə, yəni 9-cu rəqəmə təsadüf düşür. 2025 9 deməkdir, 9-cu il deməkdir həm də həmçinin və böyük nailiyyətlər əldə edəcək, böyük uğurlar. Bu təkcə iyun ayı üçün deyil, həm də burada iyun, iyul, avqust ayı gedir, sentyabrın 2-sinə qədər, yəni öz təsirini göstərir dəyərli əqrəblər. Əqrəblər üçün də iyun ayının 7-sindən bilirsiniz, hələ də Venera var. Venera davam edir. Venera ümumiyyətlə gözəllikdir, Venera sağlamlıqdır, Venera qadındır, incəlikdir, Venera şirindir. Əqrəblər üçün iyun ayının 7-sindən ümumiyyətcə burada böyük nailiyyətlər olacaq. Amma biraz burada fikir vermək lazımdır. Yediğimiz qidalara da əsasən, çünki vurguladığım kimi Venera şirindir, şirinini sevir, şirniyyatı çəkir. Bəli, bəzi insanlar var daha çox meyvəli, şirin adamlar var sevmir, amma buna baxmayaraq belə, yəni bu öz təsirini göstərir və Venera ümumiyyətcə gözəllikdir. Əqrəblər də özləri üçün dəyişikliklər edəcəklər, etmək fikrinə düşəcəklər. Bəziləri kosmetik əməliyyatlara getmək üçün, kosmetologiyaya başvurmaq üçün nələrsə, kosmetoloji əməliyyatlar, burun əməliyyatı ola bilər. Burun demişkən, mənim də burnumu doktor Fuad Abdullayev eləmişdi, mənim dəyərli doktorum, əlləri qızı Fuad Abdullayeva buradan dərin təşəkkür edirəm. Təkcə burun yox, buxaq əməliyyatını da elətdirmişəm doktor Fuad Abdullayeva. Artıq bir il keçib, amma buxaqdan, burundan da ki 3 ildir. Mövzumuz bu deyil, Əqrəb Burclarıdır, amma yəni yeri gəlmişkən söylədim. Ümumiyyətlə doktorlarım haqqında mən ayrıca bir video çəkəcəm, təşəkkür videosu, onu da çəkəcəm. İnanın ki, zaman yoxdur heç bir şeyin məndə. Əqrəblər üçün iyunun 7-sindən 11-nə qədər hədiyyələr ola bilər, özlərinə hədiyyə edəcəklər. Özləri üçün nələrsə alacaqlar, nələrsə yeniliklər edəcəklər, bəziləri saç boyasını dəyişəcək, bəzi elə təkcə qadınlara aid deyil, bu kişilər də var. Özləri üçün yeni image, ola bilər özləri üçün maşının rəngini dəyişsin və yaxud yeni maşın alsın özlərinə, maşın alsınlar, yeni telefon alsınlar. Amma burada xırdalıqlardan getmir. Krupnu bir şey, krupnu dəyişim. Və dəyərli əqrəblər, o ayın 11-i Balnaluniyada dolu ayda çalış nəmişə evə çörəkdir, düyüdür, risk ruzu, bərəkət alın, şirniyyat alın. Və ümumiyyətcə burada əqrəblər üçün dolu ayda ruzu riskdə çıxır. Ola bilər kimsə sizə pul borcludur, pulunuzdan ödəyər və yaxud deyər, gəl borcumu ödəyim. Bax, bu kimi şeylər də ola bilər. Bundan gözəl də ola bilər heç nə, təbii ki. Və söylədiyim kimi, nəsə yeniliklər edəcək, nələrsə alacaqsınız, nələrsə özünüz üçün edəcəksiniz. Və ümumiyyətcə, dəyərli Əqrəb Burcları, ayın 11-dən də ayın 18-nə qədər sizin üçün səfər ola bilər, harasa putешествие səfərə çıxa bilərsiniz, gəzmək olsun, gəzinti olsun, nəsə bir sizi harasa dəvət edə bilərlər və yaxud qrup şəklində, ailə şəklində. Əqrəb Burcları təkcə qadınlardan, kişilərdən ibarət deyil, burada övladlarımız da var, uşaqlar da var. Ümumiyyətcə, ola bilər artım olsun. Ola bilər bəzi ailələrdə övlad olsun, kimsə hamilə qalsın, kimisə bacısı qardaşı doğulsun, kimisə övladları doğulsun, bunlar da ola bilər və Əqrəb Burcları üçün ümumiyyətcə qrup şəklində, toplum şəklində gəzməkdir, gəzmək, tozmaq, gələn deyirəm, hədiyyələr, yəni boş-boşuna gəzmək də deyil burada. Gedirsiniz orada xeyirli uğurlu yollar, yəni belə deyim sizə. Və Əqrəb Burcları üçün burada Marsda böyük rol oynayır. Mars gələcək həyatımıza bu iyun ayında. Mars bilirsiniz, ehtirasdır, Mars enerjidir, Mars irəliləyişdir. Mars ümumiyyətcə hərəkətdə olur, hərəkətdir. Marsda da əqrəblər üçün düşümlü olacaq. Ola bilər işinizi dəyişərsiniz, bir işdən digər işə transfer olarsınız.
Məsələn üçün, burada iş saatı çoxdur, digər işə keçirəm, iş saatı az olsun, qazanc çox olsun və yaxud da ki, məsələn üçün, əvvəl 5 dənə kitab oxudunuz, indi 3-ünü oxuyacaqsınız. Və sonra ümumiyyətcə sizin üçün və əqrəb bürcləri üçün ümumiyyətcə gözəl bu yay tətili keçəcək, belə deyim. Çünki çox dəyişikliklər olacaq. Bəziləri ümumiyyətcə dediyim kimi tamamilə imicin dəyişəcək. Çünki burada 4 böyük planetlər var. Neptun var, Saturn var. Saturn 3 illik gəlib həyatımıza, Neptun 14 illik gəlib. Amma bunların ikisinin birləşməsi 84 ildən biri olur, söylədiyim kimi. Mars var həyatımızda, Mars gəlir. Jupiter var. Jupiter ümumiyyətcə pisləri çıxarır, lazımsızları çıxarır, Saturn kimi yaxşıları saxlayır. Dediyim kimi bunlar böyük masştablı, böyük bir planetlərdir və bizə böyük bir də təsiri olacaq. Ümumiyyətcə iyun ayının 25-i, 28-i əqrəblər üçün yeni şans ola bilər. Ola bilər kimsə lotereya bilet alar, uduşudar. Ola bilər kimsə evini satar. Gözlənilmədən yəni vıyqırış olar da onun üçün. Məsəl üçün 2 otağı satır, 3 otaq alır, amma burada qiymət söhbəti var. Burada böyük məbləğ söhbəti var. Hansı ki, qabağa düşə bilər, biraz da önə düşə bilər. Və ümumiyyətcə burada maşın ola bilər, kimsə sizə maşın hədiyyə etsin və yaxud söyləsin ki, mən alacağım maşını. Belə bir şeylər də ola bilər. Yəni böyük, krupnu. Söylədiyim kimi də səfər, gəzmək çıxır. Bir sözlə əqrəblər sizin üçün uğurlu olacaq. Təki hər zaman belə uğurlu olsun, gözəl keçsin. İstir tətiliniz, istir ilin 12 ayın 12-si də. Gözəl, zövqlü əqrəblər. Ümumiyyətcə, əqrəblər də, xərçənglər, bunlar tamam seçilir başqa bürclərə baxanda zövq məsələsində. Mən demirəm, o buru bürclər zövqsüzdür, yox. Amma burada tamamilə seçilir, ümumiyyətcə. Mən yenə deyirəm, bir video çəkəcəm, hansı bürclər, hansı xüsusiyyətlə seçilirlər. Yəni belə, dəyərli əqrəblər, takip atıb, paylaşım etməyi, like etməyi unutmayın. Çox sağ olun bu arada. Mən ümumiyyətcə əqrəblərdir, qoçlardır, bunlar çox aktiv olurlar, şir bürcləri, xərçənglər çox aktivdirlər. Mən ümumiyyətcə yorumlara baxıram, direktə də baxıram, çox aktivdirlər, seçilirlər. Mən istərəm hər bir bürc yazın mənə, direktə, mesaj yerinə yazın, videonun altından şəhərlərdə yazın, öz fikirlərinizi bildirin. Mən qoçam, mən şirəm, mən boğayam, mən misal üçün qız bürcəm. Qızların vəbşi səsi çıxmır, ancaq qızların səsi çıxanda belə çıxır. Mənim heç bir işim alınmır, bu alınmır, o alınmır. Yox, negativ düşünməyin, hər zaman pozitiv düşünün və yazın, şəhərlərdə yazın özünüz haqqınızda.